Biz aprel ayı bura köçlə gəldik və gəldiyimizdən 2 gün sonra məşğulluqdan bizə zəng vuruldu. Dəvət elədilər. Biz də getdik, öz istəklərimizi sorğu-sual etdilər bizə, nə bacararsınız, nə istəyirsiniz. Biz də arını bildiyimizə görə arı müraciət etdik, sağ olsunlar, baxıldı. Tez bir zamanda da arı ilə bizi təmin etdilər. Keçən il dekabrın 27-sindən biz köçmüşük, böyük qardaşla üzrə gəlmişik. Məşğulluğa mən özüm müraciət elədim, xeyr. Yəni əməkdaşlar buradaydı, çox sağ olsunlar. Gəlib burada yəni bizi qəbul edirdilər. Belə oldu ki, yəni biz yaxınlaşdıq, nə lazım idisə, kimin işinə uyğun nə idisə oydu. Mən də yer götürdüyümə görə Moyka Vadanına müraciət elədim. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Xocalı rayonunda özünə məşğulluq proqramı çərçivəsində qurulmuş kiçik təsərrüfatlara mediatur təşkil edib. Mediatur iştirakçılarına işğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərlə bağlı agentlik tərəfindən icra olunan aktiv məşğulluq proqramı barədə məlumat verilib. Qeyd olunub ki, bu tədbirlər çərçivəsində həmin sakinlərdən artıq 6360 nəfərə yaxın şəxsin məşğulluğu təmin olunub. Onlardan 518 nəfər üçün özünə məşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlar yaradılıb. Doğma yurdlarına qayıtmış vətəndaşlardan 294 nəfər isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb edilib. İşğaldan azad olunmuş ərazilərə köçürülmüş sakinlərdən hazırda daha 535 nəfərin məşğulluğunun təmin olunması istiqamətində işlər aparılır. Media nümayəndələri əvvəlcə Xocalı rayonunun Xanyurdu kənd sakini Elbrus Abbasovun təsərrüfatında olublar. O, özünə məşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilməklə qoyunçuluq təsərrüfatını yaradıb. Demək olar biz hardasa 3 aydan artıq olar ki köçmüşük. Bir köçdüyümüz elə az müddət idi də demək olar ki. Sağ olsunlar, məşğulluqda mənə zəng gəldi. Dedilər, yaxınlaşın Xan kəndinə məşğulluğa. Getdim orada qeydiyyatdan keçdim. Paşda elə 3 ayda çəkmədi. Sağ olsunlar, zəng elədilər. Elə özləri getdi. Heyvanları, yəni yem də verdilər. Yemlə də təmin elədilər. Yəni inşallah fikrimiz var ki, təsərrüfatı genişləndirək. Yəni əlverişli şəraitlər də vardır. Burada saxlamaq üçün əlverişli şəraitimiz var. Sonra jurnalistlər rayonun Ballıca kənd sakini Rasim Əliyevin xidmət sahəsi ilə tanış olublar. O, özünə məşğulluq proqramının dəstəyi ilə avtotəmizləmə xidməti üzrə kiçik biznes sahəsini qurub. Çox sağ olsunlar, gətirdilər, hər bir şey öz qaydasında verdilər. Heç bir şeydən nə şikayətimiz yoxdur. Hər şey qaydasındadır, hamısı işləh vəziyyətdədir, heç bir narahatçılığımız yoxdur. Hələ ki, əhali azdır, indi inşallah çoxaldıqca lap yaxşı, gözəl olar. Mediatur çərçivəsində ziyarət edilən digər ünvan isə Xocalı şəhər sakini Gülşən Cavadovanın özünə məşğulluq proqramı çərçivəsində verilmiş aktivlər hesabına yaratdığı arıçılıq təsərrüfatı olub. Genişləndirmək istəyirik. Hal-hazırda hələ ki olduğu qaydadadır. Sadəcə yaz ayları artım olacaqdır. İnşallah əlverişlidir. İnşallah ki, yaxşı olar Allahın izni ilə. Mart-aprel ayları, bu vaxtlar belə, may ayı. İndi o ən çox belə deyimdə deyilir. Sadəcə o baxılır arının işləyilməyinə, necə gətirməyinə. İnşallah ki, yaxşı olar. Fikrimiz yaz ayıdır, məhsulumuzu götürməyi. Köç prosesi baş tutduqca diqqətdə saxlanılan əsas məsələlərdən birisi də bu vətəndaşların öz doğma yurdlarında məskunlaşan şəxslərin sosial dəstək tədbirləri ilə, eyni zamanda məşğulluq tədbirləri ilə əhatə olunmalarıdır. Və elə köçün ilk günlərindən başlayaraq Dövlət Məşğulluq Agentliyi tərəfindən həm köçürülmüş, həm də köçə hazırlaşan vətəndaşlarla işlərin aparılmasına başlanıldı. Görülən işlər çərçivəsində artıq 6300-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb olunub. Onlar müxtəlif istiqamətlər üzrə məşğulluq tədbirlərinə cəlb olunublar. İlk olaraq işlə təminat
prosesini qeyd edə bilərik. Özünü məşğulluq proqramı, peşə hazırlığı, bu ərazilərdə mütəmadi olaraq əmək yarmarkalarının keçirilməsi və s. Bugün də media nümayəndələrinin iştirakı ilə Xocalı rayonunda özünü məşğulluq proqramı çərçivəsində yaradılmış bəzi təsərrüfatlarla tanışlıq oldu. Qeyd edeyim ki, artıq Xocalıda istehsal xidmət və kənd təsərrüfatı istiqaməti üzrə özünü məşğulluq proqramı çərçivəsində öz təsərrüfatlarını, bizneslərini quran şəxslərin sayı 130-a çatıb. Jurnalistlərə bildirilib ki, Xocalı rayonuna köçürülmüş sakinlərdən artıq 130 nəfər özünə məşğulluq proqramı çərçivəsində aktivlərlə təmin edilərək kiçik ailə təsərrüfatını yaradıb. Proqram iştirakçıları doğma yurd yerində fəaliyyət göstərməkdən qürur hissi keçirdiklərini, dövlətin dəstəyini daim hiss etdiklərini vurğulayıblar. Onlar öz ailə təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.